Bərdə rayonunda 3 minik avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qafqazinfo xəbər verir ki, qəza Mingəçevir Bəhramtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Toyota Camry markalı 10 RE 858 dövlət qeydiyyat nişanlı avtomobil, VAZ 2107 markalı 77 GZ 516 dövlət qeydiyyat nişanlı avtomobil və 41 BY 260 dövlət qeydiyyat nişanlı digər minik avtomobili toqquşub. Toqquşma nəticəsində Toyota Camry və VAZ 2107 markalı avtomobillər yolun kənarına çıxıb. Qəza zamanı VAZ 2107 markalı avtomobildə olan 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Qəzada VAZ 2107 markalı avtomobildə olan İsayev Xəyal Qurbanoğlu, Məmmədov Oqtay Əlioğlu, Abdullayev Ömər Telmanoğlu və Bəşirov Orxan Qurbanoğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Təbibdən sorğumuza cavab olaraq bildirilib ki, Bərdə rayonunda baş verən yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər Bərdə rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasientlərə zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələrə davam etdirilir, vəziyyətləri orta ağırdır.